Salam, hər vaxtınız xeyirli olsun, dəyərli Dost TV izləyiciləri. İdmançının dostu verilişi ilə yenidən sizin qarşınızdayam. Bugünkü qonağımız isə Azərbaycan mini futbol millisinin qapıçısı Ağaseyid Qasımov olacaq. Salam, xoş gördük sizi, necəsiz? Çox sağ olun, yaxşı olasınız. O möhtəşəm qələbədən sonra özünüzü necə hiss edirsiniz? Biraz bu barədə danışaq. Əlbəttə ki, çox bir sevindirici aldı ki, qələbə qazandıq. Yəni, gözəl bir hisslər idi, əziyyətli bir yol idi, çətin bir tərəfə düşmüşdü. O tərəfdən çıxmağı bacardı və bunun sonu çempionu oldu. Bu da çox gözəl bir hiss idi. Əlbəttə ki, yəni, istəyirik yenə bunun ardı gəlsin, yenə çempion olaq, qarşıda dünya çempionatı gəlir və yenə özümüzə uğurlar arzu edirəm. Biz də sizə uğurlar arzu edirik. Bu qələbə sayəsində bundan əvvəlki Avropa çempionluğunuz da var, 2022-ci ildə dünya çempionluğunuz da var. Bu qələbələr sayəsində nəinki Azərbaycanda, bütün dünyada Azərbaycan mini futbol millisi həqiqətən də çox böyük uğurlarla tanındı. İstəyirəm biraz əvvələ qaydaq. Hazırlıq prosesi necə keçdi bu çempionat üçün? Sizin üçün əsas çətin olan şeylər nələr idi? Biraz ətraflı bu barədə danışaq. Məşq ərəfəsi çox çətin keçdi. Azərbaycan çempionatı təzə qurtardı və qutaran 2 millinin məşqləri başladı. Demək olar ki, 2 gün sonra məşqlərə başladıq. Burada bir həftə məşq eləyib, sonra Montenegroya yola düşdük. Orada 2 həftə təlim məşq toplanışında olduq. Hətta deyərdim ki, yüklənmə ağır məşqlərimiz oldu. Ağrıya, nə bilim, birinin ayağı, birinin qolu, axı gedib ora çata bildik. Amma şükürlər olsun ki, orada da qələbə qazanmağı bacardıq. Yəni, əziyyətimiz yerdə qalmadı. Əziyyətin bəhrəsini gördük. Siz 6 oyun keçirdiniz, düzdür və heç birində məğlub olmadınız. 6 oyun, 6 qələbə və sonda çempionluq. Bu oyunlardan amma içlərində ən çətin olan hansı idi sizin üçün, komandanız üçün? Demək olar ki, bizdə qrupdan sonra çətin bir oyun, asan bir oyun olmadı. Hər bir komanda çətin oldu. Qazaxıstan oldu, Çexiya oldu, Serbiya oldu. Finalda da Ukrayna bildiyiniz kimi. Bunlarda bizim üçün ən çətin keçən oyun Serbiya ilə yarı final maçını deyərdim. Yəni, olduqca ağır oyun keçdi. Yəni, neyimiz var, neyimiz yox, oyunda qoyduq. Yəni, finalda da bacardığımızdan da ən artığını elədik ki, çempion olaq. Şükür Allah'a ki, Allah bizi buna qismət elədi. Ukraynalıların növbət hücumu, zərbə bloklandı, qapı boşdur, qapı boşdur, gol! Gol! Azərbaycan millisi 2 qat Avropa çempionudur, 2 qat Avropa çempionudur. Bir daha təbrik edirik. Bəs belə bir sualım da olacaq sizə. Ukrayna ilə oyunda qələbənin əsas açarı nə oldu? O oyunun final fiti veriləndən sonra inanırsınız, hərəmiz bir tərəfə qaçdı. Heç bilmədikdə nə oldu? Yəni, uşaqlar göz yaşlarında, dünya çempionatından sonra Avropa çempionu olmaq daha başqa bir hissdir. Yəni, bu zəfərləri əlimizdə saxlamağı bacardıq. Yəni, ona görə hərəmiz bir tərəfə qaçaraq kim kimi qucaqladı, nə elədi, fərq eləmirdi də. Yəni, möhtəşəm bir şey, hiss idi. Yəni, bizə orada gəlib dəstək olan Azərbaycan xalqının vətəndaşları çox möhtəşəm, azərkeşlərin möhtəşəm idilər. Yəni, o qədər bizə yaxşı davranırdılar ki, biz oyundan çıxandan sonra otelə qədər gəlib bizimlə bir yerdə mahnı kodu verib, otelin ətrafında oynayırdılar. Və bu bizim üçün çox gözəl bir hiss idi. Bəli, başqa bir ölkədə, yad bir ölkədə öz həmvətənlərinizi görmək də yəqin ki, sizə əlavə bir motivasiya. Əlbəttə ki, çox dəstək oldular. Onlara da buradan təşəkkür edirəm. Əlbəttə ki, burada olan azərkeşlərə də təşəkkürümü bildirirəm. Bizə dəstəkləri, mesajları çox sağ olsunlar. Yəni, hər zaman ağıllarındaydıq. Yəni, çox dəstək oldular. Tomčić. Zərbəyə vermək olmaz, fürsət vermək olmaz. Ağaseyid Qasımov əhsən. Komandamızın qapıçı əl oynadı. Bir anda boşluq var idi və... Bəs siz özünüz oyun bitəndən sonra ilk təbriki kimdən aldınız?
ailəm zəng elədi, yoldaşım zəng elədi və onunla təbrik aldım. Yəni bir də evdəkilər, atam, anam, yəni hər bir maça baxırlar, saat fərqi eləmirdi. Bizdə məsələn orada 10 olanda burada 12 falan olurdu. Ona görə saat fərqi eləmirdi. Hər bir oyuna baxırdılar. Və cənab prezident İlham Əliyev də sizin komandanızı təbrik etmişdi. Həmin an nə hisslər keçirdiniz? Düzdür, ilk deyildi bu, amma yenə də insanda bir həyəcan, bir sevinc olur yəqin ki. Əlbəttə, yəni dünya çempionluğundan sonra mənimlə görüşdə yəni xüsusi demişdi ki, sən qapçısan, qol vuran qapçısan. O böyük, yəni mənim üçün çox böyük sevinc olmuşdu. Yəni ki, cənab İlham Əliyevin futbola baxmağı, dəstəyi, yəni biz üçün çox böyük bir mübarizə əzmi verir. Yəni bu dəfə də bizi təbrik etməyə biz üçün çox böyük sevindirici bir haldır. Yəni inşallah ki, davamı gələr, yenidən bizi təbrik edər. Bu uğurlarda baş məşqçinizin rolu nə qədərdir sizcə? Biraz da baş məşqçinizdən danışmağınızı istəyərdim. Əlbəttə ki, Elşad müəllimin rolu çox böyükdür. Yəni oyunları analiz eləməyi, hər oyuna başqa bir yanaşma tərzi, yəni demək olar ki, gün güzaran yoxdur da. Yəni hər oyundan qabaq bütün oyunlara gedir, baxır. Demək olar ki, səhərdən axşama kimi stadionda olur. Yəni bizim oyunumuz oldu, olmadı. Digər komandaları analiz eləyirdi. Yəni bizimlə düşəcəyi, düşməyəcəyi rəqiblərin hamısını analiz eləyirdi. Yəni demək olar ki, biz nə qədər əziyyət çəkdiksə, ondan bir o qədər də artığını o çəkdi. Yəni əlbəttə ki, əziyyətin bəhrəsini də görür. 2 Avropa çempionu, bir dünya çempionu. Əlbəttə ki, layiqlidir. Yəni əziyyətin bəhrəsi heç vaxt yerdə qalmır. Əlbəttə. Bir şey də maraqlıdır. Final oyunundan öncə sizə son cümləsi nə olmuşdu? Məsələn, normalda məşqçilər final oyunundan öncə komandası üçün çox belə motivasiyalı sözlər deyirlər. Sizə nə demişdi Elşad bəy? Yadımdadır ki, demişdi ki, biz bunu bacaracağıq. Yəni biz bura qədər gəlib çıxmışıq və buna bugün o gündür ki, biz burada çempion olmalıyıq. Yəni möhtəşəm finaldan öncə bu möhtəşəm motivasiyalar idi. Yəni sözlə əvəz edilməyəcəkdi də. Ona görə də Elşad müəllim nə dedisə, onu eləməyə çalışdıq və inanıram ki, əlimizdən nə gəldisə onu da elədik. Bəlkə özündən də soruşsaq deyər ki, mən uşaqlardan razıyam, yəni hər şeylərlə. Azərbaycan mini futbol millisi son illərdə çox böyük inkişaf yolu keçib. Sizcə bu inkişafın əsas dayaq nöqtəsi nədir? Əsas səbəbləri nələrdir? Analiz etmisiniz, heç düşünmüsünüzmü bu barədə? Məncə indiki mini futbol təşkilatçıları, mini futbol federasiyası keçirdiyi Azərbaycan çempionatı, deyərdik ki, orada komandalar var, Zirə, Aznur, Birbaşa. Yəni onlar bir-birinə o qədər rəqabət göstərir ki, yəni bunun milli komandaya xeyri olur. Rəqabət olanda da çox komanda bir-birinlə həm davadalaş düşür, həm söz-söhbətlər olur, amma futbolçu qazana bilirik. Yəni hər komandadan 3-4 nəfər futbolçu götürəndə, yəni çox yaxşı komanda alınır. Amma mən deyərdim ki, Azərbaycan Mini Futbol Federasiyasının keçirdiyi çempionat çox maraqlı olduğuna görə və inkişaf getdiyinə görə ildən ilə də artım olur. Yəni milli komandamız bu dəqiqə dünya sıralamasında 1-ci yerdədir. Yəni bu biz üçün sevindirici haldır. Orada işləyən hər bir şəxsin deyərdim ki, əziyyəti var. Yəni turnirin təşkilində, idarəçiliyində, hər birində əziyyəti var. Son çempionluğunuzda sizin üçün ən yadda qalan an nə oldu? Yəni ki, hələ də xatırlayırsınız və üzünüzdə bir gülümsəmə yaranır. Yəqin ki, qurtarış olaraq deyirsiniz, yoxsa... Həm qurtarış olaraq, həm ümumi, məsələn, meydandan kənarda bir şey ola bilər. Mənim ən yadda qalan, məsələn, Serbiyanın oyunda olan momentdir ki, ondan sonra zədə alıram, meydanı tərk edirəm, topun sifətimə dəyməsi. Yəni, o indiyə kimi bəlkə də gözümün qabağından getmir. Çünki
elə bir şeydir ki, pozisiyadır ki, çox pis dəyir. Həm gözüm falan qaralır və hər dəfə də yadıma düşür ki, yəni necə dəyib də başıma. Həmişə onu xatırlayıram və o başıma dəyən top da yəni bizi finala çıxarmağa kömək elədi. Yəni qol da ola bilərdi, amma çox şükür ki, qol olmadı. Bir dərd olsa topu çıxarda bildik. Amma final oyununda iştirak edə bilmədiniz bu zədə səbəbindən. Final oyunundan kənarda qalmaq necə hiss idi? Əlbəttə ki, düzdür, mən heç hərəkət eləyə bilmirdim oyundan qabaq. Amma stadiondaydım, Razmikaya çıxmışdım. Prosta baxırdım. Əşad mənim dedi ki, vəbşə heç nə eləmək olmaz. Prosta elə belə stadionda gəz. O azarkeşləri görürsən. Prosta indi fikirləşirəm ki, bəlkə deyim oynayım. Prosta ki, tərpənə bilmirdim. Ayağımda qopma olmuşdu. Amma ki, dayana bilmirdim qıraqdan. Belə bir təhər olurdum. Hər istəyirdim ki, oynayım. Amma ki, qurban Allaha çox yaxşı bir şey oldu. Çox yaxşı nəticə qazandıq. Əsas qələbə qazandı. Mən oldum, olmadım. Azərbaycanın adıdır. Bu mənim üçün çox sevindirici haldır. Amma digər bütün oyunlarda iştirak eləmisiniz və qələbənin memarlarından biri sayılırsınız yəni. Əlbəttə ki, bütün oyunlarda iştirak eləmişəm. Yəni yaxşı, pis. Deyərdim, daha doğrusu çox yaxşı keçdi bu turnir mənim üçün. Yəni çox pis olmadı. Yəni səhvlərimiz ola bilər, yəni idmanlı, səhvsiz heç nə olmur, amma çox yaxşı keçdiyimi düşünürəm. Biraz sizin öz karyeranızdan danışmaq istəyərdim. Karyeranızı sadəcə mini futbolda mı davam eləmək istəyirsiniz, yoxsa böyük futbolla bağlı bir planınız varmı, keçid etmək istəyirsinizmi və təklif olubmu bu barədə? Yox, hal-hazırda bir təklif olmayıb. Mən özüm böyük futbol oynamışam. Bəli. Qarabağda oynamışam. Yəni 2012-ci ildə, yəni 13-14 yaşımda Qarabağ Liqasına transfer olmuşdum. Yəni $30.000 pul vermişdilər, onu mənim transferim üçün Interə. Amma indi hal-hazırda ancaq mini futbolla məşğul olmaq istəyirəm. Çünki həm uyğunlaşma söhbətinə görə ora gedirəm. Görürəm ki, qapı böyük gəlir. Hiss eləyirəm ki, mənlik deyil də, yəni. O yüzden tam olaraq mini futboldayam. Yəni inşallah ki. Yəni burada da davam edəcəksiniz, bəli. belə başa düşdüm. Bəli. Milli komandanın növbəti hədəfləri nələrdir? Hazırlığa nə vaxt başlayırsınız? Məşqlərə nə vaxt davam edəcəksiniz? Hazırda istirahətdə olduğunuzu bilirik zaten. Bizə hədəf deyəndə hədəf minimum çempionluq qoyulur. Çünki Avropa, dünya, Avropa tezdən başqa heç bir şey qoyula bilməz. Yəni biz də çempionluq üçün koşuruq. Çalışırıq ki, yenidən çempion olaq. Qarşıda dünya çempionatı var. Azərbaycan çempionatı başlayacaq. Çempion liqası var. Qarşıda yəni 2 komandamız orada iştirak edəcək birbaşa və zirə. İlk öncə ora hazırlaşacaq. Ondan sonra Azərbaycan çempionatı başlayacaq. Hələ milli komandaya hələ var deyə tam deyə bilmərəm ki, nələr olacaq, nələr olmayacaq. Siz hazırda zirədə çıxış edirsiniz, düzdür? Bəli. Aha. Orada atmosfer necədir? Onlara hazırlıq prosesi necə gedir? Demək olar ki, biz də 4 ildən sonra bu il çempion olduq zirədə. Yəni 4 ildir çempion ola bilmirdik. Rəqibimiz yaxşı komanda, birbaşa komandası çox yaxşı idi. Orada da bu il çox sevincli oldu. Həm 4 ildən sonra çempion olmağımız havanı daha da möhtəşəm elədi və ondan sonra milli komandada gəlib çempion olmağımız daha üst səviyyəyə gəlib çıxdığımızı necə deyim, sübut elədi. Demək olar ki, ağır sezon keçirdik zirədə. Əlimizdən gələni hər şey eləməyə çalışdıq. 4 ildən sonra birbaşa ilə rəqabətdə, yəni ilk dəfədir ki, çempion olmağı bacardıq da. Onlar 4 ildə Albada çempion olmuşdular. Bu il qismət bizə oldu. Ötəsindən gəlməyi bacardıq. Çempion olduq orada da çox şükür. İnşallah ki, indi bu il komandam dəyişəcəm. Yəqin ki, bunu xeyirlisi indi. Hansı komandaya keçməyi düşünürsünüz? Yəqin ki, təklif var artıq. Bəli, birbaşa komandasında çıxış eləyəcəm. İnşallah ki, çox sağ olun. Dəyişək, görək, yeni uğurlar qazanmaq üçün. Dəyişimlər, yeni uğurlar.
Keçək biraz əyləşək istəyirsiniz burada söhbətimizə davam eləyək. Hazırda dünya çempionatı davam edir. Yəqin ki, bir futbolçu olaraq siz də izləyirsiniz dünya çempionatını. Necə keçir sizcə oyunlar? Atmosfer necədir Amerikada? Əlbəttə ki, atmosfer əladır. Mən Argentinaya vəd edirəm. Mən də. Əlbəttə ki, Messi dünəndə 2 dənə vurub. Ondan əvvəl də hat-trick eləmişdi. Bəli, 3 qol vurmuşdu. Mənim üçün əladır. Hələ ki, dünya çempionatı maraqlıdır. Bir komandalar daha birləşiblər. Məsələn, Portuqaliyanın oyuna baxıram, Konqonun çətinlik çəkdi. Demək olar ki, moment vermədi də Konqolara. Ağır keçir. Bir də istəyirəm Argentina çempion olsun. Darban. Çox sağ olun, dəvətimizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik sizə və gələcək oyunlarınızda uğurlar arzu edirik. Çox sağ olun dəvətiniz üçün. Mən sizə, kollektivimizdə çox sağ olun deyirəm. İşlərimizdə uğurlar, xeyirli olsun. Hər zaman uğurlarınız bol olsun. Çox sağ olun, təşəkkür edirik, sağ olun.